Aha. Bu şamdır. Hansı şəkildir o? Şam şəkli. Şam şəkli. Şam şəklində birinci hansı hərfi deyirik? Şam. Birinci şını deyirik. İkinci hansını deyirik? Anı. Üçüncü Sonra mını. İndi bu nə şəklidir? Keçi. Keçi. Keçidə hansı hərfləri deyirik Çı. birinci? Çı. Küçü deyirsən. Hərflərin ardıcılığına bax görək. Hansı hərfi birinci deyirsən? Çı. Aha, sonra. Çı sonra. Haradaydı burada keçi? Bu. Çı. Sonra. E. Aha. Sonra çı. Aha. Hansı oldu? Bir də dinən. Kö. Elə E, yanındadır da. E. Çı. İ. Bir də dinən. Çı. Çı. Keçi. Ayso. Burada qarışıq yazıb ki, sən tapasan. Demək Q, E gəlir. Bax, görürsən elə yanındadır. Q, E. Sonra Ç, İ. Nə oldu? Keçi. Q, E, Ç, İ. Q, E, Ç, İ. Sonra indi burada. Hansı şəkildə o? Hansı meyvədir? Ərik sözündə birinci hansı gəlir? Sonra? İ. Çı. İndi buradan tap. Ə, R, İ, Q. Bir də tap. Ə, R, İ, Q. Görsəm fərqli yerlərdə verib. Ə, R, İ, Q. Nə oldu? Ərik. Bir də dinən. R. İ. Çı. Ərik. İndi bu nə şəklidir? Tur. Turp sözündə birinci hansı söz gəlir? Hansı hərf gəlir? T. U. R. P. İndi burada tapaq. T, U, R, P. Demək birinci gəldi. T, U, R, P. Özün tap. T. U. Buna qoy belə üzərinə. T, U. R. P. bir də tap. T. U. R. P. Afərin. İndi burada bu hansı şəkildir? İlan. İndi birinci hansı hərf gəlməlidir? İ. L. An. İndi burada tap. İ. L. An. Bir də. İ. L. An. Bir də. İ. L. An. Bəli. İlan. Nə oldu? İlan. 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 İndi bir də burada baxaq. Təzədən təkrar görüm yadında nə qaldı? Bu şəkil nə şəklidir? Əvvəlcə şəkli denən. Şam. Deyirsən ki, şəkildə şan görürəm. Şam şəkli görürəm. Şam şəklində birinci hansı hərf gəlirdi? Sonra Ş. Am. şam. Aha. Bu isə keçi şəklidir. Keçidə Q, E, Ç, İ. Yox, Q, E, Ç, İ. Q, E, Ç, sonra İ. Q, E, Ç, İ. Q, E, Ç, İ. Sonra indi burada. Bu isə ərik şəklidir. Bu Ə, R, İ, Q. Keçidə hansı oldu? Q, E, Ç, İ. Bax, Q, E, Ç, sonra İ. Sonda İ. Q, E, Ç, İ. Bu isə ərikdir. Ə, R, İ, Q. Ə, R, İ, Q. Sonda Q. Ə, R, İ, Q. Ərik. Bu isə turpdur. T, U, R, P. T, U, R, P. T, U, R, P. Turp. İlan sözündə. İ. A. L. L-dır bu. Anı. Burası L-nı çap yaz. İ, L, anı. Əvvəlcə İ gəldi, mavi rəngdə. Sonra yaşıl. İ, L, A, sonda N. İ, L, A, N, ilan. Afərin sənə. İndi bura deyil. Deyir şəkildəki varlıqların adlarında fərqli hərfləri tapın. Turan, səncə bunların hamısında eyni hərflər var, amma hansı hərflər fərqlidir? Gəl oxuyaq. Ş, nə oldu? Şar. N. Ar. Nar. Nar. T. Ar. Tar. Aha. G, Ar. Qar. qar. İndi bax, bunların hamısında hansı hərflər eynidir? Şar sözündə A da var, R da var, düzdür? Nar sözündə A da var, R da var, düzdür? Tar sözündə A da var, R da var, düzdür? Qar sözündə A da var, R da var. Burada neçə dənə söz var? 1, 2, 3, 4. 4 sözündə içində A da var, R da var. Bəs hansı hərfləri fərqlidir? Birinci hərfləri. Görsən, nar sözündə Ş var? Yox. Yox. Şar sözündə N var? Yox. Demək burada Ş fərqlidir. Şu olsaydı Şar olardı. şar.
Burada da n olsaydı olardı nar. Demek arı hamısı da fərqlidir amma eynidir amma birincilər fərqlidir. Bax, burada ş fərqlidir. Burada hansı fərqlidir? N fərqlidir. Birinci hərfləri. Burada t fərqlidir. Burada q fərqlidir. Niyə fərqlidir? Çünki hamısında arı var. Amma birinci hərflər birində ş-dır, birində n-dır, birində t-dır, birində q-dır. Amma ikinci, üçüncü hərflər bax, hamısında ar-dır. Ar. Amma birinci hərflər fərqlidir. Burada nədir? Bu nə hərfidir? Böyük mü? Kiçik mi? İndi burada bu nə şəklidir? Arı. Düz otur, cığıldatma stolu. Arıda hansı hərflər verilib? A hərfi verilib, bir də I hərfi verilibdir. Nə hərf olmalıdır ki, arı olsun? Arı. Ay sağ ol. Demək R hərfini yazmayıblar. Halal olsun sənə. Bu nə şəklidir? Robot. Robot. R hərfi var, O hərfi var, O hərf var, T hərfi var. Nə olmalıydı ki? T olmalıydı. Yox, T verilib də. B. B. Ay maşallah. Robot. B-ni verməyiblər. İndi bu nə hərfidir? Bu armud şəkildir. Oxu görüm hərfləri. Armud. Nə hərf olmalıdır? Armud. Armud deyir, yoxsa armud? Armud. Nə hərfi olmalıydı burada? Hə, nə hərf olmalıydı orada? Armud. T. D verilib. T. Armud olur. Yox, burada nə hərf olmalı ki, armud sözü olsun? Armud necə yazılır? Bax, mən buraya yazım, bax görüm orada nə hərfi yazılmayıb. Armud. Bu M olmalıydı. M var da, deyək ha. M var. Bax da bura. A da var, R da var, M da var, D da var. Hansı hərf yoxdur? U. Ay sağ ol. U hərfi. Armud sözündə U var. Görürsən M-dan sonra. Amma burada yazmayıblar. U hərfi. Bu nə şəklidir? Daraq. Daraqda hansı sözləri yazıblar? G. Bəs nə olmalıdır? Ki daraq olsun. Ağzına daraq denən daraq. Daraq. A'dan sonra nə dedin? Dar. Nədir o? Nə ona hərf oldu? R. Ay sağ ol. Daraq. İndi bu nədir? Ayı. Nə hərf olmalıdır burada? Ayı. Ay maşallah. Ayı. Demək burada hansı hərf yedilər? Yazmayıblar. R-nı. Arı. Burada B-nı. Robot. Burada armı. U. U olmalıdır. Armud. D. Arı. R olmalı. Daraq. Burada da ayı. Y-nı yeyiblər. Verməyiblər. İndi bu sözləri oxu görüm. I-N. Nə oldu? M-A-Ş-I-N. Nə oldu? Maşın. Ay maşallah. İndi burada. Mən təkrar edəcəm. R-E-S-S-A mı? R-E-S-S-A mı? Rəssam. Rəssam. Nə oldu? Rəssam. Rəssam kimə deyirlər? Şəkil. Qəşəng şəkillər çəkənə, bəli. M-Ə-L-Ə-K. Nə oldu? Mələk. Mələk. Mələyi niyə m-nı böyünə yazıblar? Görsən burada m-nı balacan yazıblar. Burada r-nı balacan. Niyə burada mələyi böyünə yazıblar? Çünki mələk qız adıdır. Adam adlarının birinci hərfi nə ilə olur? Böyük hərflə olur. Mələk. Rəssam. Maşın. İlk bunları. Deyir ki, rəng adlarını oxuyun, uyğun karandaşları tapın. Göy rəng. Oxu görüm. Göy. Göy hansıdır burada? Göy rəng. Burada karandaşların içində. 5-ci karandaş. 5-cidir. Bunu oxu görün, bu nədir? Yaşıl. Yaşıl hansıdır burada? Neçənci? 4-cü. Sarı hansıdır? 3. Bunu özün oxu. Qara hansıdır? 6-cı. Həndəmə. Qırmızı. Qırmızı hansıdır? 1-ci. Narıncı. Narıncı hansıdır? 2-ci. B. B-ə. N-Ö-V-Ş-Ə-Y. Bənövşəyi. Bax, 2 oxu. Bənövşəyi. Bənövşəyi hansıdır burada? 7-ci. Afərin sənə. Demək, hansı rənglərin adı var orada? Göy, yaşıl, sarı, qara, qırmızı. Axırıncı bu narıncıdan sonraki nə oxundu? Bənövşəyi.
Bu hansı söz oldu? Mələk. Bu hansı sözdür? Rəssam. 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 Bu hansı sözdür? Maşın, rəssam, mələk. Maşın, rəssam, mələk. Maşın, rəssam, mələk. Maşın, rəssam, mələk. Stulu cığıldatma. Düz otur stulda. İndi burada arı, r yazılmayıb. Robot, burada bu yazılmayıb. Arı, m, u'dur, burada u verilməyib. Darak, burada r verilməyib. Ayı, burada y verilməyibdir. Buradakı hansı hərflər fərqli oldu? Birinci hərflər. Ş, bax da görürsən, burada ş fərqlidir, n fərqlidir, t fərqlidir, q fərqlidir. Amma arı bunda da var, bunda da var, bunda da var, bunda da var. Bura bu yazmalıydılar. Robot, hə, bu. Bura bu yaz, buraya elə bir yazıblar axı. Heç nə yazmayıblar. Görürsən, boş saxlayıblar. Robot. Yaşıl kim? Armud, hə, onu kimsə yəqin mən bəlkə izah eləmək üçün yazmışam. Burada armud, sonra silmişəm. Bunları ola bilər izah eləmək üçün yazmışam, sonra silmişəm. Bu sözü oxu görüm hansı söz oldu? Maşın, Maşın, rəssam, rəssam, mələk, mələk. Burada hansı söz olmalıydı? Hansı hərf olmalıydı? R. Burada, burada A. U, Hə, U. armud. Dedi axı U verilməyib. Hələ burada yazdım. U. U'nu yazmayıblar. M'dan sonra U olmalıdır. Armud. Burada A. darak. R verilməyib. Darak. Ay bala. D, A, R, A, G. Darak sözündə A'dan sonra nə yazılmadı? R. Görürsən, R olmalıydı. R. R-nı belə yazanda çap olur. Bura bax əlimə. Belə olanda R çap olur. Belə olanda əl yazısı. Rak, darak. A'dan sonra burada R olmalıydı. Burada nədir? Ayı. Ayı. Ay səbəbdir. Bunda bu hərfdən olmalıydı. Ayı. Bu qədər. Dedikdə bu da sözdə hansı oldu? Ş, A mı? Şam, K, E, Ç, İ. keçi, Ə, R, İ, K. ərik, T, U, R, P. Turp. turp, İ, L, An. Turp sözündə hansı oldu? T, U, R, P. T, U, R, P. T, U, R, P. İ, L, An. il, Ə, R, İ, K. ərik, K, E, Ç, İ. keçi, Ş, A mı? Şam. şam,